Salam, gəlin birbaşa mətləbə keçək və verilənlər bazalarını sadəcə baza səviyyəsində deyil, ondan çox-çox kənardan necə optimallaşdıra biləcəyimizi kəşf edək. Çoxumuz indekslərin nə olduğunu ümumi şəkildə bilirik, amma bugünkü təhlilimizdə biz səthi məlumatlarla kifayətlənməyəcəyik. Mühərrikin tam dərinliklərini enərək o əsil gizli performansını necə oyada biləcəyimizə baxacaq. Elə ən başdan çox yayılmış və bir o qədər də təhlükəli bir yanlış düşüncəyə meydan oxumaq istəyirəm. Bilirsiniz, ən böyük miflərdən biri nədir? İndekslərin yalnız where şərti üçün, yəni sadəcə məlumatı filtrləmək üçün olduğunu düşünmək. Bugünkü təhlilimizin əsaslandığı Effective SQL mənbəsindəki önəmli bir prinsipə diqqət çəkmək istəyirəm. İndekslərdən sadəcə filtrləmədən daha çox üçün istifadə edin. Çünki düzgün qurulmuş indekslər əslində cədvəl birləşmələrini, mürəkkəb sıralamaları və bütöv bir arxitekturanı idarə edir. Yol xəritəmizə qısaca nəzər salaq. Bugün biz where şərtindən kənara çıxmağı, joinlərin necə sürətləndirəcəyimizi, clusteringin gücünü, kitab rəflərindən necə tamamilə yan keçə biləcəyimizi, yorucu sıralamaları necə ötürəcəyimizi və ən sonda vahid bir strategiya qurmağı müzakirə edəcəyik. Elə isə ilk olaraq baxaq görək, bu where şərtindən kənara çıxmaq əslində nə deməkdir və işin təməlində nə dayanır? Gəlin beynimizdə çox sadə və vizual bir model quraq. Təsəvvür edin ki, verilənlər bazası indeksi sadəcə böyük bir kitabxananın kataloqudur. Məlumat səhifələri, yəni data page'lər fiziki kitab rəfləridir. Sətirlər isə axtardığınız kitablardır. İndi özünüz deyin, hər hansı bir kitab axtaranda bütün kitabxananı rəfbərəf gəzmə məntiqlidir, yoxsa birbaşa kataloqa baxmaq? Təbii ki, kataloqa baxmaq 1000 dəfə daha asan və sürətlidir. İndi isə maraqlı bir etiraf edək. Bəli. İndekslər sırf əlavə disk sahəsi tutan bir təkrar, yəni redundancy yaradır. Amma inanın mənə, məlumatı ildırım sürəti ilə tapmaq üçün bu tamamilə göz yumula biləcək, bəlkə də arzulanan bir kompromisdir. Diskdə biraz yer itiririk, amma əvəzində qazandığımız o inanılmaz performans hər şeyə dəyər. Təməli anladıqsa, gəlin keçək join əməliyyatlarını necə gücləndirə biləcəyimizə. Bu hissə həqiqətən də oyunun qaydalarını dəyişir. Səhnə arxasında verilənlər bazası optimallaşdırıcısı səpələnmiş məlumatları bir araya gətirmək üçün adətən bu 3 əsas alqoritmdən birini seçir və hər dəfə yalnız 2 cədvəli birləşdirir. Joinlar diskin axtarış gecikmələrinə qarşı inanılmaz dərəcədə həssasdırlar. Buna görə də indeksləriniz bu alqoritmlərin səmərəliliyini birbaşa diktə edir. Gəlin onlara tək-tək baxaq. Birincisi nested loops, yəni iç-içə dövrlərdir. Bunu sanki bir idarə edici xarici sorğunun içində çalışan başqa bir sorğu kimi düşünün. Əgər bu xarici sorğunun qaytardığı nəticə kiçikdirsə və əlaqələndirdiyiniz sütunlarda indeksləriniz varsa, bu alqoritm qüsursuz və çox sürətli işləyir. Amma məsələ hash joinlara gəldikdə, işin rəngi dəyişir. Hash joinlar namizəd qeydləri götürüb bir hash cədvəlinə yükləyir və sürpriz, əslində onların birləşdirilən sütunlarda indeksə ehtiyacı yoxdur. Onlar sadəcə yaddaşdakı hash cədvəlinin ölçüsünü azaltmaq üçün where və ya on şərtlərində olan indekslərdən istifadə edirlər. Və nəhayət, sort merge join. Bu alqoritmi eyni ilə bir game fermuarı kimi təsəvvür edin. Əgər sizin join etdiyiniz sütunlar artıq indekslər tərəfindən düzgün sıralanıbsa, sistem resurslarını sümürən o ağır sort, yəni çeşidləmə əməliyyatından tamamilə canınız qurtarır. İki sıralanmış siyahı bir fermuar kimi sürətlə iç-içə keçir. Möhtəşəmdir. İndi isə gəlin məlumatların fiziki olaraq necə paylandığına, yəni clustering, qruplaşdırma gücünə baxaq. Verilənlər bazasının icra planlarına baxdığınız zaman kritik bir məqamı tutacaqsınız. Əgər sizin məlumatlarınız diskin fərqli bloklarına pərən-pərən düşübsə, mühərrik ehtiyacı olanı tapmaq üçün sanki kitabxananın bir küncündən digərinə qaçmalıdır. Təbii ki, bu çox yorucu və yavaşdır. Bunun mükəmməl həlli clustered indekslərdir. Sətirləri sadəcə indeks sırasına uyğun fiziki olaraq ardıcıl yerləşdirməklə verilənlər bazası həmin sətirləri bircə oxuma əməliyyatında əldə edir. Təsəvvür edin, axtardığınız bütün kitablar eyni rəfdə yan-yana düzülüb. Disk giriş-çıxışları kəskin azalır və siz möhtəşəm bir sürət qazanırsınız. Bəs sizcə, o ağır kitab rəflərinə ümumiyyətlə getməmək mümkündürmü? Gəlin görək. Normalda bir sorğu işlədəndə sistem kataloq kartını tapır, amma qalan məlumatlar üçün yenə də rəfə qaçmalı olur. Biz buna K-lookup deyirik. Amma covering index, yəni əhatə edici indeks adlandırdığımız mükəmməl bir texnika var. Bu zaman sizə lazım olan bütün məlumat elə kataloq kartının üstünə yazılmış olur. Yəni, rəfə getməyə zərrə qədər ehtiyac qalmır. Baxın, məsələn, müştərilərin ümumi sifariş məbləğlərini tapmaq istəyirsiniz. Əgər siz şəkildəki kimi həm müştəri ID-si, həm də məbləğləri özündə saxlayan bir indeks yaratsanız, mühərrik əsas cədvələ heç baxmayacaq belə.
Bütün sualların cavabını birbaşa indeksin özündən oxuyub sizə verəcək. Növbəti gizli gücümüz ən çox resurs tələb edən əməliyyatlardan birini, yəni sıralamanı ötürmək. Təsəvvür edin ki, indeksiniz yoxdur və siz order by istifadə edirsiniz. Verilənlər bazası necə əziyyət çəkir bilirsiniz? O əvvəlcə bütün məlumatları oxumalıdır, sonra yaddaşda buferə yığmalıdır, sonra onları tər tökərək çeşidləməlidir və yalnız bundan sonra sizə ilk nəticə sətrini qaytara bilər. Lakin B3 indekslərində məlumatlar onsuz da əvvəlcədən sıralanmış vəziyyətdə durur. Əgər order by üçün həmin indeksdən istifadə etsəniz, pipelining deyilən bir sehr baş verir. Mühərrik heç nəyin bitməsini gözləmir, ilk nəticələri tapan kimi anında borudan su axan kimi dərhal ekrana qaytarır. İndi isə sizə hər kəsin bilmədiyi super bir fakt deyim. Verilənlər bazaları indeksləri həm də geriyə doğru oxuya bilir. Bəli, düz eşitdiniz. Əgər indeksiniz artan sırayladırsa, siz azalan sırayla nəticə istəsəniz belə, o pipelining effekti yenə də saat kimi işləyəcək və indeksiniz əks istiqamətdə təmiz şəkildə oxunacaq. Artıq hər şeyi öyrəndik. İndi isə gəlin bu parçaları birləşdirib necə vahid bir indeks strategiyası qura biləcəyimizə baxaq. Məsələ sadəcə tək-tük indekslər yaratmaq deyil, mənzərəyə bütöv baxmaq lazımdır. Siz əmin olmalısınız ki, qurduğunuz məlumat strukturları, həm VR şərtlərini, həm ağır joinləri, həm select ilə çəkdiyiniz məlumatları, həm də order by sıralamalarını eyni anda dəstəkləyir. Verilənlər bazanızı dizayn edərkən bütün bu gücləri xatırlamalısınız. Bu təhlilin əsasını təşkil edən Effective SQL mənbəsindəki bu cümlə əslində hər şeyi izah edir. İndekslər universal deyillər. Onları kor-koranə yarada bilməzsiniz. İndeksləriniz sizin məlumatlara verəcəyiniz spesifik suallara, yəni gündəlik sorğularınıza xüsusi olaraq tikilmiş bir geyim kimi tamamilə uyğunlaşdırılmalıdır.